Salam əziz dəyərli dostlar, hər vaxtınız xeyir. Bu günlərdə gündəm olan bir məsələ haqqında istəyirəm danışam. Bu Şərurlu İsfəndiyar dırnaqarası müəllimin bəyan elədiyi çıxışı haqqında. Amma əvvəlcə istəyərdim, gəlin onun müsahibəsinə bir daha təkrarən baxaq. Yuxarıdan videoya baxaq. Allah'tan korkmayın, vicdanından korkmayın. Mesela dine bağlı insansınız, Dindən namaz, qorxuram. Mənə böyük imkan oruç. verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tutsun. Hətta bəli. Niye? Mən ən Dine mi böyük inanmırsınız, dindarlara mı inanmırsınız? dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər siz? Aldadırlar. Siz haram, dindarlar haram. O Yani harada iş təşkil? birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verirəm. O həmən o şəhid ailəsi deyilsən Allah'dır. Həmən onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Ya Allah kömək ol. İndi onu gətirib İsfəndiyar, o müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Səni alladan adamın kim de Allah'dır? Prokuror da Allah'dır. Hükümşünas da Allah'dır. O Bismillahirrahmanirrahim. Bəli. Dostlar, Bəs o adamlar da hər gəlir birimiz mənim videoya üstümə. baxaq. Deyirəm, siz Əvvəla, dini dövlət bu deyilik. Siz onu Bismillahirrahmanirrahim, Allah kömək ol deyəndə. Və bilmirsiniz bu Tanımıram bu dərindən bu qanunsuzdur, düz kimdir, deyil. kim deyil. Və sən hüquqşünassan, sən müstəntiqsən. Biznesmen Və olmalı sən ya, nəsə bir iş adamı yürüsən. olmalı. İşim Ama olmalı. Azərbaycanın Ümumiyyətlə, sonunda dindarlıq çox deyir ki, geniş mən yani. Allah'tan Yani qorxmuram, mən Müslümanların vicdanımdan o da qorxmuram. ən böyük təhlükə. Birincisi məsələ budur ki, vicdanı olan, vicdanından qorxan adam belə sözlər deməz. Vicdanı olan adam belə sözlər bəyan eləməz. Sən bəyan edirsən ki, məscidlər sökülsün, yerində məktəblər tikilsin. Baxın, məktəbin məktəb yeri var, muzeyin muzey yeri var. Necə deyərlər, mədəni abidələrin mədəni abidə yeri var, məscidin məscid yeri var. Allah, mən bir daha tarixə qayıtmaq istəyirəm. Allah ulu öndərimiz Heydər Əliyev cənablarına rəhmət eləsin. O sağlığında məscidlərə də qayğı göstərərdi, ziyarətgahları da təmir edərdi. Bir sıra mədəni abidələri də təmir edərdi və s. və ilahi gördüyü işlər, istər bizim milli mənəvi dəyərlərimizə olsun, istər məscidlərimizə olsun, çox gözəl şəkildə idi və indinin özündə də onun oğlu cənab İlham Əliyev prezident və yoldaşı Mehriban xanım bu yolu şərəflə davam etdirirlər. Yəni məscidlərə və bazı ziyarətgahların düzəldilməsi, ondan sonra milli mənəvi abidələrimizə diqqət, qayğı, dindarlara diqqət, qayğı və s. və ilahi. Buna görə də bu məsələlər ki, sən deyirsən belə, bu gün şükürlər olsun Allaha, dövlətimiz yetəri qədər lazım olan məsələlərə önəm verir və diqqət edir. Adi, məsələn, Sovetlər vaxtını götürsək, Sovetlər vaxtında biz olmamışıq. Amma mən oxuduğum və bildiyim qədər barmaqla sayısı qədər məscidlər olub. 16-17 məscid olub belə, bəlkə də az. Amma bu günləri yüzlərlə məscidimiz var və bu gündə bu yol davam edir və qayğı, diqqət davam edir. O ki qaldı, mən olsaydım, mən belə eləyərdim. Bizdə belə bir deyim var, Allah bilir dəviyə nə üçün qanad vermir. İndi Allah bilir sənə nə üçün səlahiyyət vermir, vəzifə vermir. Ki, mən olsam belə eləyərdim, mən olsam elə eləyərdim. Sənin ümumiyyətlə Allah dinini yaşatmaq istəsə, Allah onu öz gözəl bəndələrinin sayəsində yaşadacaq və yaşadır və qiyamətə qədər də yaşadaq. Sənin kimilər yüzlərlə olub, onlarla, yüzlərlə, minlərlə olub və hər bir də tarixdən silinib gedib. O ki qalıb insan ki, deyir dinə olan, Allaha olan, İslamı olan və s. müqəddəslərə olan nifrətini dindarların boynuna atır. Səni aldadan yalancıya sən dindar deyirsən. Əslində bu doğru bir şeydir. Bəzən olur cəmiyyətimizdə bir insanın Allaha, dinə, İslama və ya bu sair müqəddəslərə, əhl-i beytə nifrəti olanını onu atır dindarların boynuna. Özü ki birbaşa etiraf edə bilmir ki, mənim məsələn filan Allahdan, Qurandan, məsələn, əuzubillah, acığım gəlir, onu deyə bilmir, atır onu dindarların boynuna. Səni alladan dindar deyil, səni alladan yalancıdır. Deməklə dindar mənə Allahdır. Demək, yalancı dindar obrazındaydı. Bizdə var, bəzən olur ki, görsən deyir, filan kəslər həcc ziyarətinə getdi, filan kəs həccə getdi, nə bilim, belə elədi. Həcc ərəfəsində bu insanın elə bir ki, yardımlıq
vicdanı oyanır ki, həccə getdiyiniz pulları nə bilim verin, kasıb-küsuba verin, yoxsul kasıb nə oldu həcc ərəfəsində yada düşdü. Bu digər vaxtlarda da yada düşməlidir. Digər vaxtlarda da necə deyərlər, kasıb sənin yanında olmaz, nəinki həcc ərəfəsində. Amma yox, bugün kimsə əgər məsələn dinin adına istifadə edirsə, bunu dinin adına yazmaq olmaz. Misal üçün bir yalançı əgər namaz qılırsa, sən deyirsən namaz qılan yalan danışır, doğru fikir deyil. Dinən yalan danışan namaz qılır. Və yaxud məsələn bir insan oğurluq eləyib oruç tutursa, deməklə oruç tutan oğurluq eləyir, dinən oğru oruç tutur. Yəni bir məsələdə Həzrət Əlidən də belə bir hədis olmalı, səhv eləmirəmsə, deyir, dini insanlarla ölçməyin, insanları dinlə ölçün. İnsanların səviyyəsini, onun hərəkətini dinlə ölçün. Yəni sənin deməklə ki, mən dinən məni yalançı allatdı, dinən oğru namaz qılandı. Səni aldığına dindar adı qoyma. Səni ola bilər bu günləri, məsələn, təkcə dindarların içində yox ki, hər bir sahədə, polis sahəsində də, tibb sahəsində də, müəllimlik sahəsində də, nə bilim, nazirlik sahəsində, hər bir sahənin içində yaxşı da var, pis də var. Nə bilim, mənəviyyatlı da var, mənəviyyatsız da var, dindarın içində. Dindarın içində yalançı var, doğrusu var, mənəviyyatı olan var, mənəviyyatsız olan var və s. Bu insan xisləsidir, bu insan fitrətidir. Bizdə belə bir deyim var, deyim, meşə çaqqalsız olmaz. Meşə çaqqalsız olmaz, hər yerin yaxşısı da var, pisi də var. Sadəcə bunu ölçəndə sən bu adda danışma. Ondan sonra xanım sonda sual verir ona. Mən istəməm çox video uzun geçsin, başınız ağrısın. Sadəcə gündəm olduğuna görə bu mövzunu istədim mən danışam. Xanım sonda sual verir ki, Azərbaycanda son günlər dindarlıq çox geniş yayılıb. Oruç tutanların, həccə gedənlərin və s. sayı artıb. Cavab verir ki, bu da cavab verir ki, İsfəndiyar, Şərurlu İsfəndiyar cavab verir ki, o da ən böyük təhlükədir. Cavab. Ən böyük təhlükə əzim, ən böyük təhlükə İsfəndiyar müəllim. Məscidlər deyil, heç vaxt ola da bilməz. Heç kim deyə bilməz ki, əsl namaz qılandan, əsl Allaha bağlı olan insandan kimsə cəmiyyət ziyan görsün. Bu günləri Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. 44 günlük Qarabağ savaşında da şəhid olan qardaşlarımızın, qazi olan qardaşlarımızın çoxsu ibadət əhli, namaz qılan, şəhid olanların içərisində. Bunlar məsciddən aldığı, ilahi feyizdən, ilahi gücdən aldığı gücün sayəsində öz belə iradələrini nümayiş etdirdilər. Yəni sən bunu heç vaxt deyə bilməzsən, heç vaxt bu ola da bilməz. Əsl dindar heç vaxt bu ola bilməz. Ən böyük təhlükə pozğunluğu təbliğ eləməkdir. Ən böyük təhlükə pozğunluğu təbliğ eləməkdir. Ən böyük təhlükə cavanlar arasında bu gün yayılan ən bədbaxt narkomaniyadır. Bu günləri ən belə cəmiyyətimiz arasında bədbaxt bir haldır yayılıb. Bu günləri kumar oyunlarının vüsət almasıdır. İstər sosial şəbəkələrdə, istər ictimai həyatda kumar nə qədər insanları bədbaxt edib. Oğurluğun baş alıb getməsidir. Ən böyük təhlükə bunlardır. Yoxsa məscidləri sökəyin, onda bu günləri biz görək bütün sizin məntiqinizdən atributlarımızı aradan götürək. Bu gün dövlət bayrağımızın üstündə olan yaşıl rəng İslamı əvəz edir. Bayrağın üzərində olan ay, ulduz İslamın rəmzləridir. Nə bilim, bu günləri dövlətimizin məscidlərə göstərdiyi qayğı, bu günləri biz sizin məntiqinizlə onda belə deyək ki, Qur'anı Nəuzubillah aradan götürək, yavaş-yavaş hicabı aradan götürək, nə bilim, məscidləri getməyi aradan götürək. Yavaş-yavaş bir də görürsünüz ki, dini dəyərlərimiz əlimizdə qalmayaq, bunu istəyirsiniz. Bu günləri bir cəmiyyətdən mənəviyyat, dini dəyərlər, mənəvi ruh adını deyə alınarsa, o cəmiyyət nə hala qalar? Bədbaxt olar, bərbad olar. Buna görə də bugün Azərbaycanda yetəri qədər tarix boyu Azərbaycan xalqı dinə, əhl-i beytə bağlı bir millət olub, bağlı bir xalq olub. Və bu dəyərlərə də, milli mənəvi dəyərlərimizə də sadiq qalmağında heç bir təhlükə ziyan görünməyib ki, xeyirdən başqa. Bunu kimsə də deyə bilməz. Və bugün Azərbaycanımızda yetəri qədər qurumlar var. Qafqaz Müsəlmanlar İdarəsi Dini Qurumlar İşlə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Daxili İşlər Nazirliyi və s. Bu qurumlar hər biri öz sahəsində nəzarət edir dini məsələlərə və yetərincə də nəzarət edir, kifayət qədər nəzarət edir. Bu günləri savadlı kadrlar yerləşdirirlər məscidlərə, bu günləri ondan sonra ruhanilər, ilahiyyatçılar yetişdirirlər. Bunlar hamısı nədir? Dövlətin dinə və dindarlığa göstərdiyi qayğıdır. Amma sizin bu cür danışmağınız ki, hansı ki bu səlahiyyətiniz, vəzifəniz olmaya, din adından, ilahiyyat adından bu cür belə deyək də, belə desək, qatı fikirli çıxış eləməyiniz, ondan sonra anti-İslam yönümlü çıxış eləməyiniz əsassızdır, yersizdir. Çünki sizin sahəniz nədir? O sahə ilə məşğul olun. Mən bilirəm ki, Naxçıvan və Şərur cəmaatı Allaha, dinə, əhl-i beytə bağlı cəmaatdır. Və bu tarixən də belə olub və indi də belədir.
Buna görə də mən inanıram ki, əsl Naxçıvanlı, əsl Şərurlu bunu deyə bilməz. İnşallah ki, nə vaxtsa dediklərinizin fərqinə vararsınız, öz dediyiniz kimi mən vicdanımdan qorxuram, öz vicdanınız qarşısında da nə vaxtsa peşman olub hesabat verərsiniz. Bu qədər. Allah özü islah eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah.